O yalnız şəxs əvəzliyi kimi düşünülə bilər. Baxaq, o maşına doğru getdi. Uşaqlar, onun şəxs əvəzliyi kimi düşünməsi odur ki, yerinə yəni isim qoya bilərsən, öz adını da qoya bilərsən. Yalnız dediyinə görə məsləhət görərdim ki, sifət və ya sifəti əvəz edə bilən bir söz qoyun. Bax, bunun yerinə bir dənə rəng qoyun. Qırmızı maşına doğru getdi, sarı maşına doğru getdi. Deməli, o işarə əvəzliyi ola bilər. Getdi. O meşəyə gedən yoldur. O meşəyə gedən yoldur. Yerinə həmin qoy, həmin meşəyə gedən yoldur. Bu meşəyə gedən yoldur. Bununla əvəzlə tez. Getdi. O məktəbin həyətini addım-addım dolaşdı. Bir var ki, həmin məktəbin, o məktəbin. Yerinə həmin qoyursansa, deməli, işarə əvəzliyi kimi düşünə bilərsən. Həmin evin yiyəsi Nazim Səfərlidir. Həmin evin yiyəsi. Onun yerinə həmin qoydunsa, işarə əvəzliyi kimi düşünmək olur. B də getdi. İndi həmin içəri girib baş əydi olar? Olmaz. Ancaq şəxs əvəzliyidir. O içəri girib baş əydi. Kim o? Onun yerinə insan adı qoyun. Məsələn, Əli içəri girib baş əydi. Doğru cavab variantı olur A variantı.